Yay mövsümünün uşaqlarda çox rast gəldiyimiz problemlərindən sidik yolu infeksiyaları haqqında məlumat vermək istəyirdim. Hazırda bizim də klinikimiz daxil olmaqla bir çox uşaq kliniklərində, stasionarlarında yataraq da uşaqların çox müalicə gördüyü problemlərdən biridir sidik yolu infeksiyaları. Yayda daha çox rast gəlinməsinin səbəbləri bir tərəfdən dəniz mövsümünün, hovuz mövsümlərinin başlaması ilə əlaqədardirsə, bir tərəfdən də istilərin başlaması ilə əlaqədar uşaqların çox tərləməsi, susuzlaşması və suyu daha çox tərlə itirməsi ilə əlaqədar sidiyə az çıxmaları. Yəni bu səbəbdən də sidiklikdə bakteriyaların daha çox kolonizasiya olması ilə əlaqədardır və təbii ki, burada hovuzların, dənizlərin, islah mayoların bunların da çox böyük rolu vardır. Bağırsaq infeksiyalarından keçirilən bağırsaq infeksiyalarının və bağırsaq infeksiyalarından sonra qalxan yolla sidik yolu infeksiyalarına xüsusən də qız uşaqlarında və burada bizim qarşımıza bunlar hansı klinik əlamətlərlə çıxırlar? Demək, yaş dövründən asılı olaraq daha böyük yaşlı uşaqlarda dizuriya dediyimiz ağrılı sidik ifrazı, tez-tez sidiyə getmə, sidiyə gedərkən yanma, göynəmə, kesik-kesik sidiyə getmə kimi şikayətlərlə və yaxud da ürək bulanma, qusma, bəzən hərarətin yüksəlməsi, göbək ətrafında, qarında, qasıqda ağrılarla, ağrı şikayətləri ilə gələ bilirlər. O xəstəliyin təbii ki, bu ağırlıq dərəcəsindən asılı olaraq şikayətlər də dəyişə bilir. Daha kiçik uşaqlarda, südəmərlərdə isə uşaqların südəmər körpənin narahat olması, huzursuzlanması, qaytarma, qusma, qidadan imtina etmə kimi əlamətlərlə. Bu şəkildə stasionara və yaxud da poliklinikalarımıza müraciət edən xəstələrimizə mütləq şübhəli hallarda sidik analizləri baxırıq və sidik analizlərinin nəticəsini və klinika ilə ümumiləşdirdikdə aşkar etdikdə, təsdiqlədikdə sidik yolu infeksiyasının ağırlıq dərəcəsindən asılı olaraq evdə və yaxud da ağır hallarda stasionarda da hətta müalicəyə cəlb edirik. Biz sizin əziz valideynlərin ev şəraitində bunların profilaktikası üçün edə biləcəyiniz nələr vardır? Ən birinci edə biləcəyiniz şey gigiyena qaydalarına uşaqlarda diqqət etmənizdir. Gigiyenik şəkildə yuma qaydalarına əməl etmənizdir. Öndən arxaya doğru yuma, özəlliklə də qız uşaqlarında bu qaydaya mütləq riayət etməlisiniz və bol maye vermək. Hər bir halda uşaqların bol maye, xüsusən də yay dönəmində, isti vaxtlarda, çox tərləyən vaxtlarda bol maye içməyə ehtiyacı vardır və nəzərinizə çarpan hər bir şübhəli halda gecikdirmədən və ara müalicələrə yol vermədən həkimə, işin professionalına müraciət etmənizdir. Sağlıqla qalın.